Denir. Deməli, son test. Demə sınavına uyğun yazmışam. Düzdür, bir iki tip dəyişmişəm. Biraz çətin saldığım var, biraz asan saldığım var. Pythonda alt proqram qurmaq üçün hansı açar sözdən istifadə edilir? Hansı açar sözdən istifadə edilir? Defdən. Alt proqram iki cür olur. Funksiyada olur, prosedurda olur. Return varsa funksiyada, return yoxdursa prosedurda yadda saxlayın. Return yəni qiyməti qaytaran da funksiyada. Import modulları qoşmaq üçündür. Modullar var idi. Pil, məsələn, şəkillə işləmək üçün, turtle, bağa ilə işləmək üçün. Sonra mass modulu var idi, panda modulu var idi, panda 3x3 ölçülü qrafika ilə işləmək üçün və s. Bu elə belədir. Elifdəki şərt operatorudur. Kodlaşdırma zamanı plus minus qoyunda uşaqlar. Sonda soruşacağam. Kodlaşdırma zamanı bir simvol üçün müəyyən sayda ikilik rəqəm ayrılıb. Əgər həmin kodlaşdırma sistemində 200 simvoldan ibarət bir mətn kodlaşdırılarsa, yaddaşda 1800 bit yer tutar. Bu kodlaşdırma sistemində ən az neçə müxtəlif simvol var? Deməli, biz buna nə yazmışıq? 257. Düzdür, 257-dir. 1800-ü bölürük 200-ə, eləyir 9 bit. Deməli, bir simvol 9 bitlə kodlaşıb. 9 bitlə də maksimum 2/9 simvol kodlaşdırmaq olur. Minimum isə 2/8 plus 1 sayda kodlaşdırmaq olur. Yəni 257. 256 8 bitlə kodlaşan maksimum vəziyyət sayda artıq 257-ci 9 bitlə kodlaşır. Amma ədəddə fərqlidir. Bax, yadda saxlayın. Ədəd deyəndə bir vahid aşağı götürürük. Məsələn, 10 bitlə kodlaşan ən böyük ədəd 1023-dür. Çünki kodlaşmaya həmişə sıfırdan başlayır. Bax, belə şeylərə ədəd və ya vəziyyət soruşur, fikir verin testdə. Sualı axıra qədər oxuyun. Buna nə yazmışıq? Üçüncü sual. Onluq say sistemində verilmiş ədədin hansı ədədlərdir? Birim 50. 43'tü, bir de bir 43, bir 72. Ay, sağ ol. 115. Düzdür. Öyle bir şey. Düzdür. Deməli, deyir ki, əgər həmin ədəd beşlik say sistemində 3 rəqəmlidirsə, belə ədədlərin sayını müəyyən edin. Tutaq ki, bir n ədədimiz var. Bu beşlik say sistemindədir. 3 rəqəmlidir. Minimum bu ola bilər. Maksimum bu ola bilər də, elə deyil. Yəni, n dəyişəcək 25 ilə 124-ün arasında. Bu aralıqdan bir ədəddir. 9-luq say sistemində yazılışının son rəqəmi 7-dir. Yəni 9-a böləndə alınan ilk qalığı 7-dir. Bu ilk ədəd hansıdır? 16. 16-dan başlayıram saymağa. 9 üstə gəlirəm. 25, 34, 43, sonra 52, nə bilim 61 və s. Bunları ilk ədəd 7-dir olmağı. Amma belə deyək də, iki rəqəmlərdən başlasaq 16-dır. 16-nı 9-a böləndə ilk qalığım 7-dir. Sonra 9 artırıram. 8-lik say sisteminin yazılışı son rəqəmi 3 olsun. Yəni 8-ə bölünəndə qalığı 3 olsun. İlki 8 üstəgəl 3-dür, yəni 11-dir. Sonra 8 artırıram. 19, 27, 35, 43, sonra 51 və s. belə gedir. İlk eyni olan 43-dür. Deməli, 43 9-luq say sistemində sonu 7 ilə, 8-likdə sonu 3 ilə bitəcək. İlk ədədi tapandan sonra 9-luq 8-lik say sistemi deyirsə, əki bu qədər artırıram növbəti həddi. 72, üstünə gəlirəm 115. Deməli, 43 ilə 115 olacaq bu aralıqda yerləşən. Aydın uşaqlar, başa düşdükmü? 5 dost edilmi? Nəysə, bura baxaq görək. Riyaziyyat, fizika, kimya, informatika. Nədir? Elvin riyaziyyatı sevmir. Kamran fizikanı sevir. Deməli, Kamran, 5 dost, 5 fənd. Bir dəqiqə, adlar nə idi? Elvin, Kamran, Murad, Orxan, Tural. Elvin
Deməli, Elvin, Kamran, Murad, Orxan, Tural. Fənlərdə, deməli, Elvin riyaziyyatı sevmir. Kamran fizikanı sevir. Kamran fizikadır. Murad nə kimya, nə biologiyanı sevir. İnformatikanı sevən şəxs Tural deyil. Orxan riyaziyyatı sevir. Orxan riyaziyyatdır. Kimyanı sevən şəxs Elvinlə Kamrandan biri deyil. Deməli, Elvin deyil, Kamran deyil kimyanı sevən. Murad da kimyanı sevmirsə, deməli, Tural kimyanı sevir. Murad kimya, biologiyanı sevmirsə, Murada informatika, Elvinə də biologiya qalır. Deməli, informatikanı sevən Murad imiş. C. 5-ə nə yazmışıq? C. 16. Düzdür, 16-dır. Deməli, gətirib paralel ötürürəm. 6, 9, 4, 5. 6 kiçikdirmi 9-dan. Or olduğu üçün ödəndi. Buna baxıram. Z bərabər olur. 6 üstəcə 9 çıxılsın 5. Eləyir 10. Ən sonda da x-la z-i toplayıram. 10 üstəcə 6 eləyir 16. Düzdür. Uyğunlaşdırma aparmışsınız yəqin ki. Birə nə uyub? B. Birə nə uyub? B. B. Deməli, 5 dəfə delete, 3 dəfə backspace. 5 dəfə sağa silirəm, bu söz gedir. 3 dəfə hə, buna düşür B. 6 dəfə backspace, 5 dəfə delete. 5 dəfə delete, 6 dəfə... Yox, bu burada. Bir dəqiqə. Bu silindi. Prop A. 3 dəfə delete. 3-ü buradan sildim. 7 dəfə backspace, proma. B, A, S. Belə yazmışıq. Bəli. Sonra nə variant eləyir bu? B, A, S. D variantı. Aysel kitab sözünü Sezar üstündə şifrələmək üçün asar kimi aşağıdakı kod fraqmentinin nəticəsini istifadə etdi. Ayselin deməli, şifrələmədən sonra aldığı nəticəni müəyyən edin. Nə tapmışıq uşaqlar? Y variantı. Y-dir, düzdür. Deməli, burada deyir ki, elə bil ki, bundan alınan nəticə bizə K-nı verir. Neçə addımdan bir elə bil ki, simvolun dəyişəcəyini də açarı verir bizə. T-nı tapıram, 0, 1, 2. Bu düşür 2-yə. A-nın sayı 1. Bu oldu 3. B boş bir siyahıdır. B-yə 3 əlavə elədim. Yox, B-yə belə deyək də 2-ni 1-ə əlavə eləyirəm. Sonra birinci indeksə 3 əlavə eləyirəm. Belə olur. Bunun cəmi 6 verir mənə. 6 addımdan bir kitab sözünü şifrələyəcəm. Deməli, Q dəyişəcək. 1, 2, 3, 4, 5, 6 qıyla. Bununla da uyan bircə dənə sözdür. Bəli, cavab Y variantıdır. 6 addımdan şifrələnir. 8-ə nə yazmışıq? A. Bəli, A-dır. Salam mənim. Salam Kərim. Axırda qayıdıb göstərərəm. Yoxlayarsınız testinizi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, bura x-a 312 ötürülür. I buradan alır. Görək, F funksiyasına ötürülən siyahıdır. Deməli, F 312-yə baxırıq biz. 312 böyüdümü 0-dan. Q bərabər olur 2-yə. A siyahısına append olunur nə? Append olunur nə? Bax, 2-nin üstünə 1 gəlir, eləyir 3. 3-ü simvola çevirir, vurur 2-yə. 2 dənə 3 simvolu əlavə olunur siyahıya. Yəni, A siyahısı olur 33. Sətir tipində ha özdə. Sətir tipində STR-dir çünki bu. Sonra x bərabər olur 31-ə. Sonra 31 böyüdü mü 0-dan? Hə, Q olur 1. A append edir nəyi? Q-nun üstünə 1 gəlir, 1 idi. Üstünə də 1 gəldi, 2.
2 simvolunu vurur 1-ə. Yəni bir dənə 2 simvolunu əlavə edir A siyahısına. 2 simvolunu da əlavə elədim A-ya. Sonra x bərabər olur 3-ə. 3 böyükdürmü 0-dan? Hə. Q bərabər olur 3-ə. A-ya append eləyir nəyi? 3-ün üstünə 1 gəlir 4. 4-ü sətrə çevirir, vurur 3-ə. 3 dənə 4 əlavə olunur sətr tipində. Yəni burada bax mən bunu işlədəcəm deməli. I də gəlir 1 I məsələn birinci 33 simvolunu alır. S boş bir sətirdir. 33-ü gəlir üstünə. Sonra 2 simvolunu alır, 2-ni gəlir üstünə. Sonra 3 dənə 4-ü alır, toplayır. Cavab olur A. Aydındır. Başa düşməyən var? Aydındır ben. 0,75 megabit ifadə eləyirik byte-la. Nə yazmışıq? D. D. Bunu yazıram 4-də 3 vurulsun. Bunu da byte-a keçirtmək üçün 2 üstü 20-yə vurub 2 üstü 3-ə bölürəm. Eləyir 2 üstü 17. Bununla bu ixtisar gedir. Burada qalır 3 vur 2 üstü 15. D variantıdır. Gəldik 10-a. 10-un cavabını özüm hesablamamışam. Nə yazmısınız 10-a? 7. 7. Hamı elə tapıb? Mən 16 tapmışam. 16 tapmışam. Ben de 16 tapmışam ben. 16. Ben 25 tapmışım. Sən 25 tapmışsan. Mən isə tapmamışam. Çünki yoxlamışam. Şəkil maraqlı gəldi, qoydum. Prosta heç bir fikrim yoxdur. İndi baxaq bir yerdə. Hardan götürmüşsün ondan? Bu özüm yaratdığım, Google-da axı şəkilə görə axtarış eləmək olur. Özüm düzəltdiyim bir dənə qrafın şəklini atıram. Şeyləri bunlar gedir də. Yəni xaricdə də istifadə olunan qraflar nəzəriyyəsinin nümunələridir bunlar. Yəni institutda da keçirilən materialda şəkillərə uyğun tapıb qoyuram. Məsələni bəs? Necə? Məsələ bəs? Məsələn, yazı var. Yox, məsələni özüm yazmışam. Şəkli götürmüşəm. Hə, başa düşdüm. Deməli, nə edirik? Birinci 4 təpəsini silsək. Neçə dənə til gedir? Mən 4 dənəsinə 2 dənə, 4 dənəsinə 5 Bundan dənə. elə bil ki, bu silinəcək. Bunun bütün təpələrlə əlaqəsi var da, baxıram ki, hə. Bəli. Hə, onda bu təpəni siləndə bir til azaldıram da. 4 2 4 2 4 2 4 olur. 16 plus 8. Bu bizim birlərimizin sayıdır. Buradakı təpəni heç görməyəcəkdik. O biz alınan elə bir ki, qraf budur. Sadəcə bu tilləri nəzərə almalıyıq. Ha, uşaqlar, mən indi çox qaraladım. Elə bilərsiniz. Bax bu təpə silinəndə buna aid Mən 4 təpəsi yerinə 4 dənə təpə silmişəm. Nə bilirsən? Burada 4 təpəsi və ona aid tillər silinər. 4 dənə. Mən 4 dənə Yox, təpə hansı silmişəm. 4 dənə hansı təpəni? Burada Bu kənarlardakı tillər, təpələr. Hə? Ən kənardakılar. Allahım 2-dir. Allah hafizə. Bundan axı keçən səfər də danışdıq. Bundan axı şeydə var idi, dimdə var idi. 2 dənəsini də özüm yazmışam bundan sonra. Səhv etmirsən müəllim, ona görə. Mən 4-ü 4 oxuyub. 4-ü bəs nə oxuyacaq? 4 təpəsi orada. Mən 4 dənə təpə silmişəm, mən 4 təpəsi yerinə. Nəysə, əsəbləşmirəm. Az Axırıncı qaldı. dərsimizi deyəcək ayrılaq. Yaxşı. Bizdə bu bir olur birlərimizin sayı nə olur? 1 2 3 4 8 üstə gəl 16 24. 24 dənə 1 var. Neçə dənə təpə var? 1 2 3 4 5 6 7 8. 64 dənə 64 deyib ki yazıram. 0 1 var. 64 dənə 0 1 var. Ondan 24-ün çıxıram. Qalır 40 dənə. Bu olur 0. 40 dənə 0 var. 24 dənə 1, 40 dənə 0 varsa, aradakı fərq bəli 16 olur. Aydındır. Sualı olan varmı? 64 niye götürdünüz orada? Təpənin kvadratı bizə 0,1-in sayını vermir. Bax, bir 4 dənə təpə. dənə. Burada neçə dənə təpə var? 9 dənə. Birini siləndən sonra 8 dənə təpə qalır da burada. Hə?
Mən 49 götürmüşdüm. 49 niyə? Mən səhv saydım. 1, 2, 3, Yox, mən 4, 5, düz- 6, 7, 8. 8 dənə var. O qədər də olmaz. Nəysə, çox sağ ol. Lütf göstərdi. Mən baxın, imtahanda da gedib beləsinə cici səhvlər edib, mən sonra infarkt eləməyim. Bu qədər dərs keçmişəm. Gəlib indi 4 təfəsini indi mən sizə Azərbaycan dili keçim. Ya da fikir Gerisi verin. deməli. Saymağı öyrədim ay bala. Çubuqlarla dərs keçim ki, neçə dənə təpə var, onu sayın. Gəlib elədikləri səhvə bax. Nəysə, şiddətlə qınayıram, dərsimə davam edirəm. O Verilən qraf sualı bir də cəhil idi deməli. nəyi? Qraf sualı. Qraf eləyəm, niyə eləmirəm? Bax, əli. Deyir ki, 4 təpəsi. Bax, bu 4 burdadır da, elə deyil. Və ona aid tillər. Bu tillər də silinir də. Bax, hər təpənin 4 təpəsi ilə fikir ver əlaqəsi var. Hər təpənin 4 təpə ilə əlaqəsi var, elə deyil. Mən hərəsindən bir tili siləcəm. 8-dən məsələn 3 dənə til çıxırdı. Biri 4-dən idi, onu sildim də 2 dənə qaldı. 5-dən 5-ə çıxırdı, məsələn 4 yazıram. 2-dən 3-ə çıxırdı, 2 yazıram. 4, 2, 4, 2, 4. Bu mənə, mən həmişə demişəm də, təpədən çıxan tillərin sayını cəmləsək bizə birlərin sayını verir. Birbaşa verir. Yəni Başa düşdüm mən də, başa düşdüm. Mən 4 dənə təpə silmişdim orada. ay Allah. Nə bilim, yəni Azərbaycan dilində problem var. Mən artıq belə başa düşürəm ki, 4 təpəsi. 4 nömrəli təpə. Bundan sonra belə yazacağam. 4 nömrəli təpə və ona aid tilləri silinərsə, nəysə. Bu oldu bizə birlərin sayı. 24 dənə birimiz var. Bu 4 təpəni siləndən sonra yerdə neçə dənə təpə qalır? 8 dənə təpə qalır. Xahiş edirəm 4-cü təpəni. 4-cü təpəni siləndən sonra, üzr istəyirəm. 4-cü təpəni siləndən sonra qalır orada 8 dənə təpə. 8 təpənin kvadratı bizə 0,1 verir də. 64 dənə deməli 0,1 var. O 64-dən birinin sayını çıxsam, yerdə 40 dənə nə qalır? 0 qalır. Bizdən də 0-la 1-in sayının fərqini istəyirdi. 24 ilə 40-ın fərqi də 16 eləyir. Bəli. 11-ci sual. Sualı yazmışam, hesablamamışam. Cavab çıxıbmı? Mən bizə inanın, biz 176. 176, 376. 176. Hansılar ödədi? Mən yazmadım. Yazmadın? 1, 2, 3, 5. Niyə yazmamısan ki? Mən nömrələmişdim. Hansılar ödəndiyi yadımda deyil. Hə, hansının ödəndiyi yadına. Cavabı ümumi almısınız? 376. 376. 376. Mən tezələri mən fikir eləməm, tuta bilmədim, ona görə yazılmadı. Mötərizəni tuta bilmədim. Qaçırdı. Mən orada ənddən sonra bir dənə mötərizə ilə başlamalıdır. Niyə? Baba, bura bu bunundur. Hələ düzdür. Bu bunundur. Bəli. Deməli bu da bunundur da. Bəli, düzdür. Üçdə bir. Birləşdirə bildinmi? Çınar idi səhv yazan. Yazmayan. Çınar, bax. Bu bunundur, götürdü, bax bunu. Bu getdi, ilk bağlananı tapdı, bax bu bunundur deməli. Yəni biz necə quracağıq? Ad bərabər adında A olan, ulduz A. Adında A olan. Ya da maaşı 1000-dən yuxarı olan. Bu 1. And. Sorğunu bir sətirdə yazaq da. And doğum ili. Böyüdür 1900-dən, 1990-dan. Bu ikinci mötərizə, bu bununla birləşdi. Ya da soyadı. Ə ilə başlayan. Bu belədir. İndi biz mötərizələri bir-bir həll edirik. Birinci bu mötərizəni həll edirəm. Adı A ilə başlayan ya da adında A olan daha doğrusu nömrələyək 1, 2, 3, 4, 5, 6. Adında A olan 1-dir, 2-dir, 5-də 6-dır. 1, 2, 5, 6. Maaşı 1000-dən yuxarı olan 1-dir, 5-də 6-dır. Deməli, bu elə birləşmə bu olacaq elə. 1, 2, 5, 6. Bu tərəfi tapdıq. İndi bunu kəsişdirirəm. İli 1990-dan böyük olanlar. 2-dir, 3-dür, 4-dür, 2, 3, 4. 2, 3, 4. Bunun kəsişməsi nə verir mənə? Bu da bir mötərizədir. Bunun kəsişməsinə sadəcə 2 ortaqdır. Bu hissə, buradan bura qədər olan mənə 2 verdi.
ya da soyadı ə ilə başlayan. 1, 3, 5 olacaq bu da. Or 1, 3, 5 soyadı ə ilə başlayanlar. Deməli 1, 2, 3, 5 ödədim. 115 üstəgəl 95. Neçə elədi? İndi güclü riyaziyyatımla hesablayım bir dəqiqə. 210. 210, hə. Sonra 3, 83 gəldi üstünə. 293. Bir də 5-i gəldik. Yenə 83. 376 elədi. Düzdür, 376 düz idi. Belə. Başa düşdükmü? İndi imtahanda da belə olar ki, məsələn, bu sorğu uzun sorğu olar. Elə deyəsən imtahanı eləncə salmışlar deyəlim mən belə. Dibində belə Bundan asan idi. Hə, uzun olarsa sorğu, bir sətirdə altda yazın, o mötərizələri başlayın birləşdirməyə. Bəli. Birinci çünki ardıcıllıq ən güclü əməl mötərizədir. Sonra əməl deyəndə yəni mötərizənin içini birinci eləyirik. Sonra notdur, sonra ənddir, sonra ordur. Məsələn, bir sorğu verilib, deyək ki, A, ənd, B, or, C. Siz A ilə birinci B-ni ənd edib, sonra C ilə birləşdirməlisiniz. Amma burada mötərizə olarsa, birinci B ilə C-ni birləşdirib, sonra A ilə ənd eləməlisiniz. Ona görə diqqətli olun, bax, sorğularda. Sonra səhv nəticə almayasınız. 12-yə nə yazmısınız? B. B düz olmalıdır. Deməli, x kilobaytla qrafik təsvirinə, bunu x kilobayt götürək. RGB-də bir pikselimiz 24 bitdir. 6-da 48 bitdir. 6 bayt, yəni 6 bayt daha doğrusu 48. Burada rəng dərinliyi dəyişib. Deməli, nə olub? 2 dəfə artıb. Qrafik təsvirin həcmi rəng dərinliyi ilə düz mütənasib asılıdır. Rəng dərinliyi əgər 24-dən 48-ə qalxıb 2 dəfə artıbsa, deməli həcm də 2 dəfə artacaq. Ona görə bunu 2-yə vurdum. Nöqtə sayı ilə də düz asılıdır da. 2 dəfə azaldı. Deməli 2-yə böldüm. 50% sıxlaşdırdım. Deməli yarısı qaldı. Yenə 2-yə böldüm. Əgər burada 60 desəydi 40% hesablayacaqdım. Burada 50 dediyi üçün 2-yə böldüm. Sonra bundan sonra həcmi 0.5 megabayt oldu. Burada kilobaytlandır. Mən bunu 0.5 megabaytın 512 kilobayta bərabərdir. Buradan da x nəyə bərabər olur? 1024-ə bərabər olur. Cavab olur B. Düzdür. 13-ə nə yazmışıq? A. A. 98, öz həcmi 98 kilobayt olan 120 fayl var. Fayllardan neçəsi maksimum 1024 kilobaytlıq flash yaddaşı yerləşdirmək var. Klasterin tutumuz 6-dır. 98 kilobaytlıq bir fayl diskdə 102 kilobayt yer tutur. Çünki 98 özü 6-ya bölünmür. 96 bölünür də. 96-dan sonra 6-ya bölünən ilk ədəd 102-dir. Deməli 98 bölünmürsə, biz ondan yuxarını götürürük də. Amma əsas o da yadda saxlayın. Həmişə diskdəki həcm klasterin tutumuna tam bölünən ədəd olmalıdır. Deməli 102 kilobayt oldu. 124 kilobaytlıq bir flash yaddaşa 102 kilobaytı mən neçə dəfə yaza bilərəm? 10 tam 102-də 4 düşür. Bəli, 10 dəfə yaza bilərəm. 11 niyə götürmürəm? Çünki 11 olsa 122 eləyir bu. 1122 olur. Onda faylların həcmi. Amma mənim diskim 1024-də yerləşməyəcək. Ona görə həmişə bu tip testlərdə tam hissəni götürürük. Tam hissəni. Sonra 14-də nə yazmışıq? B. B, düzdür B. C funksiyası nə edir? 3 mislini çıxardır. Deməli, f-nə baxıram. F-in cn-dən asılıdır. Cn də 3n-də deməli. K-in yerinə yazıram. 3n vurulsun 2. Olur 6n. Növbəti addımda K-nın yerinə artıq 6n-i qoyuram. T bərabərdir. C funksiyasının məqsədi 3-ə vurmaqdır. 6n 3-ə vururam. 18n üstəgəl 18. Ən sonda nə edib? K ilə T-ni cəmləyib. Yəni 6n üstəgəl 18n üstəgəl 18 bərabər olub 522-yə. 24n bərabərdir. 504 edir də, hə? 504
n də bərabərdir 50-nin içərisində 2 dəfədir 21 də. 48. 24-də hə bir dəfə 21 düzdür 21. Sualı olan var, başa düşməyən. Ne yazmışıq? Bu. Bu. Bu olmalıdır elə deyəsən. Deməli 45 böyüdürmü 1-dən? 45 3-ə bölünürmü? Hə. 3-ə bölündüyü üçün 45 3-ə bölündüyü üçün 15 s olur 1. 15 böyüdürmü 1? Burada s-in giriş qiymətlərinə falan fikir verin. Sualı tam oxuyun axıra qədər. Bəlkə alınmış dəyərin rəqəmi cəmini istəyəcək, bəlkə tamam fərqli bir şey istəyəcək. Ona görə sualı, həmişə sualı axıra qədər oxuyun. Sonra peşman olmayın. Deməli, 15 böyüdürmü 1-dən? Hə, 15 3-ə bölünürmü? Hə, elədir 5. S oldu 2. S oldu 2. Sonra 5 böyüdürmü 1-dən? Hə, 5 3-ə bölünürmü? Yox. 5-in üstünə 2 gəldi, elədi 7. S oldu 3. 7 böyüdürmü 1-dən? Hə, 7 3-ə bölünürmü? Yox. Üstünə 2 gəldi, elədi 9. S oldu 4. 9 böyüdürmü 1-dən? Hə. 9 3-ə bölünürmü? Hə, n oldu 3. S oldu 5. 3 böyüdürmü 1-dən? Hə. 3 3-ə bölünürmü? Hə. 3 3-ə bölsəm 1 tam düşür. S oldu 6. 1 böyüdürmü 1-dən? Yox, dövr sonlandı. S-in 6 qiyməti alındı. 6. Sonra bunu bu tipdə yox, daha doğrusu belə deyim. Dimdə təyinatın sual vermişdi. Mən təyinat misalı yazmamışam bura. Deyəsən yazmamışam. Amma burada indi uşaqlar nə iş görür? Nə edir bu? Təyinatını deyə bilərsiniz. Mən indeksindən əvəzləyirlər əslində. Yox, indeksindən əvəzləyir. Bu təyinat əslində tam yoxdur. Təyinatı yoxdur. Özündən bir vahid edib əvəzləyir. Əslində bu olmasa da onsuz da bu onsuz da bunu verir. Mən belə deyək, özündən bir vahid aşağı yəni əvəzləyir ədədlərin hər biri. Əslində ədədləri bir vahid sağa sürüşdürür. Sadəcə başlanğıca 1 yazır. Məsələn, hər birinin bir vahid azaldır da yəni. Hə. İyi gəlir məsələn birinci 7-ni alır. 7-ni alır. Bir vahid azaldır. Hə, olar. Düz deyirsən. İyi gəlir 7-ni alır. A7 nəyə bərabər olur? A6-ya. A6 nədir? Nömrələsək 0, 1, 2, 3, 4, 5, 6, 7. A6 olur 8. Bu olur 8. Sonra i gəlir 6-nı alır. A6 olur. A5. Bu olur 7. i gəlir 5 alır. A5 olur. A4. Bu olur 6. Belə dəyişir. Bu olur 5, 4, 3, 2. Sonda A0-ın yerinə 1 yazır. Cavab olacaq A. Başa düşməyən varmı? Bunu məfdən rahat yazmaq olardı. Məplə? Hə. Niyə? Məp burada nə işə yarasın? Yox, mənim, yəni çox mənasız bir funksiyası var da, onu deyirəm. Hə, nimdə də belə şey yazıblar da, neyini mən də oxşatmağa çalışmışam. Uşaqlar, sual yarananda deyinim. Ayda. 17. Getmirəm. Hə, Ctrl Z basıb sağ. Ayda silir hamısını. Əziyyətsiz heyf oldu mənim. Yox, əziyyətim heyf olmur, heç olmaz. Prosta qabaqdakı sualların. Silir, dayanmır. Basılı qalıb, yəni. Basılı qalıb burada. Deyəsən dayandı. Qort deyəməm. Verilmiş təqdirlərə görə düzgün fikri müəyyən edin.
Nə yazmışıq buna? D. D. Nizamlı siyahıdır. 4 elementli nizamlı siyahıdır. Düzdür. Cədvəl deyil. Cədvəl table-la düzəlir. Bu deyil. 4 elementli nişanlı siyahıdır. Nişanlı siyahı UL-dir. Deyil. Kimya sözü altdan xətlə. Kimya sözü qalın görsənəcək. Web səhifədə informatika sözü kursiv əks olunacaq. İnformatika underline-dır. Altdan xətt çəkiləcək. 4 elementli nizamlı siyahıdır. 18-də nə yazmışıq? B. B olmalıdır. Deməli, burada uşaqlar, bunu gəlin belə yazaq da. A kiçik bərabər B, yəni fərqi nədir? B-ni bu tərəfə keçirdək, bildiyimiz şərt formasına salaq. Bu yox qolunda dövrdən çıxırsa, deməli A böyük B olmalıdır. A böyük B. İndi, tutaq ki, bu dövr K dəfə icra olunub. A 9-dan başlayıb. Hər dəfəsində 3 vahid artıbsa, 3K qədər artacaq və böyük olacaq. B də 765 ilə başlayıb. Hər dəfə 4 vahid çıxılıbsa, 4K qədər azalmış olacaq. 7K böyüdür. Yəni, məhsulları bir tərəfə, məlumları bir tərəfə çevirirəm. 756-dan. K da böyüdür. 8. 108-dən. Deməli, dövrün sayı 109-dur. Bizdən nəticəni istəyir. B nəyə bərabərdir? 765 çıxılsın. 4 vurulsun 109. 4 vurur 109, 436. Bunu da bundan çıxanda 9, 329 düzdür. B variantı. Yaza bilmişik. Yazmayan var. Yoxdur, bakalım. 19-a nə yazmışıq? 49. Başqa fərqli cavab alan var? Mən cavab ala bilmədim. Sən cavab ala bilmədin. Əlin dövr neçə dəfə davam edir? 8 dəfə. Niyə? 2-ni 8 dəfə 2-yə vursam 16-nı alaram. 4 dəfə. Amma burada bir məsələ var ki, deməli, burada n dəyişir. Məsələn, 4 dövr deyil. Birinci dövrdə s bərabər olur s minus 1-ə. N olur 2. İkinci dövrdə s-dən bu n-i çıxıram. Olur s minus 3. N olur 4. Üçüncü dövrdə bu s-dən bu n-i çıxıram. S minus olur 7. N olur 8. Bu s-in qiymətidir də. S bərabərdir. Sonuncu dövrdə s bərabər olur. S-in qiyməti budur. N-i çıxıram. S minus 15. N olur 16. N də 16-nı alıbsa dövr sonlanır. Bura qədər aydındır. Əli başa düşdün burasını? 4 dövrdən sonra nə olur? Bu şərt ödənmir. Deməli, s kiçik olur 0-dan. Yəni, s minus 15, s-in son qiyməti. Kiçikdir 0-dan, yəni s kiçikdir 15-dən. Deməli, maksimum qiyməti 14-dür. Ən kiçiyini istəyir. Ona bir dövr aşağıya gedək, baxaq. Bura baxırıq. Bir dövr aşağıda. S minus 7. Bir dövr aşağıda hələ də şərt ödənir. Böyük bərabərdir 0-dan, s böyük bərabərdir 7-dən. S 7-dən böyük bərabər olmalıdır. Minimum 7 olacaq da elə. Minimum 7. Bu da burada 10-a böləndə tam hissə 7 düşən minimum 70-dir. Bu 49 alsa, düzdür 49 olur minimum. Gəlin mən bunu bir də eləyim, biraz səliqəsiz yazdım. Sonradan baxanlar da başa düşməz bir də. Yazmışdınız uşaqlar. Yazan var. Bəli, mən. Yazmışıq da bundan. Bunu yazmışıq, Biraz bu nədir? Elə bir ki, biz adətən sabit ədəd qədər s-i dəyişirik. Burada n dəyişir.
N məsələsi var ki, N dəyişən N-dir. Deməli, bax, görürəm ki, çapa 16 gedib. 1 ilə başlayıb, 2-yə vurulubsa, deməli dövrün sayı 4-dür. Başlayıram birinci dövrdə. S bərabər olur S minus 1-ə, N olur 2. İkinci dövrdə mən S-dən çıxmalıyam bu N-i. Olur S minus 3, minus 1-dir, bir də 2-ni çıxıram da. N olur 4. Üçüncü dövrdə S olur S minus 3-dən bir də 4-ü çıxıram. Olur S minus 7, N olur 8. Sonuncu dövrdə S bərabər olur. S minus 7 idi. Bir də 8-i çıxıram. 15-ini çıxıram. N olur 16. N 16-nı alanda dövr sonlanır. Bir dövr aşağı olsa bir dövr yuxarı hesablayıram da. Bir dövr aşağıda, bir dövr aşağıda. S minus 7 olanda hələ də şərt ödənir. Çünki 4 dövrdə sonlanacaq. 3-də deməli ödənməlidir. Yəni S böyük bərabər olmalıdır 7-də. Sonuncu dövrdə isə artıq bu şərt ödənmir. Çünki şərt ödənənə qədər də dövr davam eləməlidir. Deməli, bu şərtin əksi nədir? Kiçikdir 0. Yəni, S kiçik olmalıdır 15-dən. Deməli, minimum qiyməti 7, maksimum qiyməti 14-dür. Bizə minimumu lazımdır. Ən kiçik deyir burada. 7. Yəni, S üstəgəl 21. Bura gələn, bu S 7-dir də. Ona bölüb, tamını tapsam 7 eləməlidir. Bu da ona böləndə 7 tam düşən ən kiçik ədəd 7 vurulan üstəgəl 0-dır da. Yəni 70-dir. Yəni S üstəgəl 21 70-ə bərabər olmalıdır. S onda minimum 49 olacaq. Aydındırmı? Bəli. Sonra 20-yə nə yazmışıq? Nadir hallarda belə qəbullarda maksimum soruşur. Yox, hər ildə düşüb. Nə bilim, yazdıqlarımda çox da gözə dəymir. Keçən il açıq sual düşüb bir dənə. Yox, mən maksimumu deyirəm, minimumu demirəm. Aha, maksimum deyirsən, qiyməti məsələsini deyirsən. Mən də elə bilirəm deyirsən, bundan düşmür. Yox, ondan düşür, prosto maksimumu soruşur, sadəcə minimumu soruşur. Hə. Onu mən də görməmişəm, o yalan olar. Amma düşə bilər də. Bir dövr aşağı, yəni Məsələn, mən həmişə ikisini tapıram, elə balcan götürməyin yaxşısı. ha, belə. Deməli, nə yazmışıq buna? Klaviatura C mətnləri, əmrləri daxil etmək üçün istifadə olunur. Plotter iri afişaları çap etmək üçün. Bir də uşaqlar, bax, xəritələr falan var, dəqiqlik tələb olunan təsvirlərin çapı. Onu da plotterlə eləyirlər. Fax da giriş-çıxış qurğusudur. Deməli, görüntünü əks etdirən qurğu monitordur. Kağız üzərində görüntünü kompüterə daxil edən qurğu Skynerdir. Skynerin aktiv imkanları DPI-dir. DPI-dir. Raster təsvir. Bunlar vacibdir, yadda saxlayın. Amma monitorda LPI-dir. Monitorda? Qrafik Monitorun aktiv imkanları PPM-dir. PPI-dir. hər düymə düşən nöqtə sayıdır. Qrafik planşetindir. Qrafik planşetdə Orada vektordur. LPI. LPI. Hə, orada budur da, bu mən daxil eləyəndə xəttlər daxil eləyirəm də. Hə. Sonra 21-ə nə yazmışıq? Onun əlaqəsi var ki, Necə əlaqəsi var? yəni siz deyirsiniz, mən daxil eləyəndə xəttlər daxil edirəm. Qrafik planşetlə işləyirəm də mən. Yox, xəttlər daxil edirəm deyirsiniz. Hə, bu xəttdir. Məncə vektorun olmasına əlaqəli deyil o. Bu da vektordur da. Hə, işte. Vektor qrafikdir də, vektor qrafik redaktordur. Vektorla işləyir də, bu da vektor. Təsviri, yəni vektor kimi daxil edir. Təsvir istər vektor da işlə, istər raster da işlə. Bu artıq monitora düşürsə piksellərlə artıq onsuz da piksellərə bölünür. Yəni monitordakı görüntünü görmək üçün piksellərdən ibarət olur. Yəni monitorun təsvir ayırd etməsi sırf pikseldir. Amma belə biz qrafikadan danışanda deyirik ki, məsələn rasterın üstünlüyü var ki, nöqtə-nöqtə rəngləndirə bilirsən. Amma çətin pis cəhət də var ki, hər nöqtənin özü yaddaşı var. Məsələn, rasterda bir dənə xətt çəkirsən, o xətt bu xətt məsələn rasterda çəkmisənsə, bu kiçik-kiçik nöqtədir. Hər nöqtənin özünün yaddaşı var. Məsələn, bir dənə xəttdə tutaq ki, 100 dənə nöqtə varsa, hər nöqtənin də həcmi 8 bitdirsə, bunun həcmi olur 800 bit rasterda. Amma vektorda bir dənə xətt çəkirsən, bu xəttin həcmi 8 bitdir. Bu məsələ var. Yəni bütöv götürür.
Yaddaşda tutumu falan fərqlənir. Amma artıq ekranda hər şey pikseldə onsuz da. Hə, bura nə yazmışıq? A. A. Excite'dır, Lycos'dur, Yahoo'dur, Google'dur, Archie'dir, Rambler'dir. Bunlar axtarış sistemlərdir. Axtarış sistemi informasiya axtarışını avtomatlaşdırılmış sistemlərdir. 3 dənə də əsas hissəsi var. Ümumiyyətlə əsasını proqram təşkil edir, örümçək, bir də nə idi? İndeksləyici. Bəli. Deməli, biri uydu, A və S. İnternet xidməti, e-mail və telekonferans. Hal-hazırda istifadə etdiyimiz. Sosial şəbəkə, Facebook'dur, Instagram'dır, X-dır və s. Bir A, S, düzdür burada oldu. A variantı. Sonra buradan keçdik. 22-ci sual. Bu tipdə bir dənə sual salmışdı. Nə yazmışıq bura? A. Adım. Adım. Deməli, mən bu sətri, bu düsturu daha doğrusu sürüşdürürəm. 2 sütun sola. Nisbilər dəyişir, mütləqlər dəyişmir. Deməli, bura gələndə olacaq A3, A3, C1. üstəgəl C1, A3, üstəgəl C2, A3, üstəgəl Yəni A3-ün üstündən böyük gəldi. Hə, A3 500-dür, üstünə ən böyüyü 78-i gəlsə 578 düzdür. A variantı edir. 23-ə nə yazmışıq? Nə yazmışsınız 23-ə? B. C. C-dır. 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 Biriniz C dediniz, biriniz D. Baxaq, deməli buna X qoyaq. A2, B2, C2. Bu diapazona uyğun qurulub. Bu X üstəgəl 2-dir. Bu 2X-dır. Bu onda 2X üstəgəl 4-dür. Bu neçədir? Bu 8X-dir. Bu da 8X minus 8-dir. Böyük hissələr bir-birinə bərabərdir. Deməli, bunlar bərabərdir. Çünki yəni bu bundan böyükdür. Elə deyil? Bir də var 8-ə vurmaq. Deməli, bu daha böyük. Bu ikisi bərabərdir. B2 ilə C2. Yəni, kiçik hissə bu olduğuna görə A2, B2, C2 ardıcıl düzürük də. 2x plus 4 bərabərdir 8x minus 8-ə. 12x bərabər... 6x bərabərdir 12-yə, x bərabər 2 alınırdı. 6 nətər tapıb? Allah bilə 6. 6-ya bölüb 6 yazmışsan. 2x 12-yə bölmüş, bərabərləşən müəllimə. Hə. Sən evlə müəllimə deyirəm. 24. Qız şagirdlərdən neçəsi informatika, riyaziyyat, fizika dərslərində iştirak edib? Azı. Necə? Neçə tapmısınız ki buna? Yoxdur. 3. Heç yoxdur. 3. 3. 3 dənədir müəllim. Baxaq görək. Fizika, fizikanın aidisi, fizika 1234, riyaziyyat 1236, bir də informatika 1231. Bu 36, 34, 31. Bu. İndi bunların cinsini müəyyənləşdirməliyik. Bu kişi cinsidir, bu yox. Deməli, 31. Dəqiqə. 31. Yox, 112. Hə, bu qadın cinsidir, bunu götürəcəm. 111. Kişi cinsidir, bu da yox. Sonra gəldim bura 114. Qadın cinsidir, bunu da götürəcəm. 117. Bu yox. 116. Bunu da götürəcəm. Xədicədir. 115. İbrahimdir, bunu götürmürəm. Hə, 3 nəfər. Deməli, budur.
Budur, bir də budur. 3 nəfər qız var. Düzdür. 25, 16 say sistemində verilmiş 2, 5, 2 ədədini rom rəqəmləri ilə ifadə edin. Nə yazmısınız? Cılı, cıcılı, 1-1. Cıcılı 1-1. Bəli. Bunu onluğa çevirsəm, neçə edir bu? 594 edir. 512 80, hə 80 edir də. 82, hə 594. Cucu nədir? Cucu nədir? Onun sayısını doxuşum. Ay Allah. Bu niyə oxuma bilmirsən, hərf tanımırsan? İmtahanda da belə eləyəsiz axırda. 594. Deməli 500 D-dir. 90 necə eləyir? X, S, X 25. 100-dən onun çıxırıq. Bundan 5-dən birini çıxıb 4 eləyirik. Gör nələri səhv yazmısan sən. Primitiv sualları sırf oxumağa görə səhv yazmısan. Mən söz tapa bilmirəm. Nə deyim? Girişə daxil edən AB müsbət cüt tam ədəd olduğu məlumdur. Alqoritm icrası nəticəsi S dəyişənin 46 dəyəri almışsa, girişə daxil ediləcək ən böyük A dəyişənin qiymətini müəyyən edin. Nə tapmısınız? 10. 10. Deməli, A da B də cütdürsə, A, B cütdür. Deməli, A-nın ən böyük qiymətini istəyir ha. Başqa tapan var, ondan fərqli tapan. Mən bilmirəm, sadəcə soruram. Ondan fərqli tapan var, yoxsa Mən yazmamışım mən bunu. yazmamışam. A, B cütdür. Cütlə cütün cəmi yenə cütdür. Bu da cütdür. Belə deyək də, bunları işarələsən, bu A1-dir, bu da B1-dir. Bu B2 olur, A1 ilə B1-in cəminə bərabər olur. Yəni A1 də cütdür, B2 də cütdür. Burada bax, fikir verin. 46 necə ədəddir? Cüt ədəddir. Yox qolundan 46 alına bilər. Burada 1 var. Xeyr. Deməli, bu hə qoluna gedib. Yəni, burada 3B2 üstəcəl A1 olub. Ha, buradan yazım. Deməli, 3B2 üstəcəl A1 olub. Enları başa düşdün? Hə? Bəli. Deməli, B2-ni də yerinə gətirib bunu qoyuram. 3 A1 üstəcəl B1 üstəcəl A1 bərabər 4 A1 üstəcəl 3B. Hə, 3B1. B2 verəcəyik. 4 A1 üstəcəl 3B1 bərabərdir 46-ya. Hə, minimum deyirsə düzdür. 2 verməliyəm, çünki cüt ədəddir. 3 vur 2, 6. 46-dan 6-ını çıxdım 40. Bəli, A1 olur 10. Aydındır. Bəli, müəllim. Kiməsə qaranlıq qalırsa, uşaqlar, soruşun. Axırıncı gündür. Nə sualınız var, verin. Uyğunluğu müəyyən. Tamam qədər müəllim buradadır. Hı? Bu axırı ayın 7-si üçün axırıncı gündür də deyək. Uyğunluğu müəyyən edin. Border nə edirdi? Çərçivəni formalaşdırır. pH table hitdir. Cədvələ başlıq təyin edirdi. Li isə list item'dır. Siyahının elementini təyin edir. İzahlı siyahı yaradan DL-dir. Cədvələ sətr əlavə edən TR-dir. Belə. Gəldik əsas məsələ. Ətraflı yazı tələb olunan suallara. İndi bura qədər kimin neçə səhvi var? Qapalıları hələ soruşuram. Yəni, ümumi neçə düzünüz oldu? Deyin görüm. Asima neçə düz? Tək-tək soruşum. 24. Asması. Çınardır. Çınar 24. 24. Hə. 2 dənə mən elə səhvini mən. Birini də birisini eləmişdim də mən. Yəni, yaxşı. Tunar səndə neçə oldu? Mənim 27. 27. Hələ səhvin çıxmayıb. Emil 26. 26. Emil nəyi səhv eləmişdin? 20 neçənci sual idi?
23 idi, 24 idi. Bir səhv çıxdı. Hüseyn neçə düz? 20 dənə müəllim. 20 dənə? Ay Hüseyn, azdı axı. 20 dənə nədir? Hesablama səhv eləmişəm heç oxumda. Oy. Elnarə, Mənim 3 dənə yazmadığım var. qalanları hamısı düzdür yazdıqlarım. Qalanları bəli düzdür. Əli, 23. 23. Asman, Məndə də ikisi səhvdir. 25 dənə. Sənuvər, Mən də 4-ün yazmamışdım. 4 yazmamısan. Sevinç, 24 dənə. 24. Kərim, Kərim, İmtihana getmişdi müəllim. neçə dənə? 25 dənə məndə. 25 dənə. 2 dənə səhvin çıxıb. Nələrdə səhv? 25 dənə müəllim. Evet. Nəydə səhv eləmisən Kərim? Kərimlə elə bir şey idi. Dumanla xəbərləşməliyik. İnternet bunu ömür boyu belən sonra. Sual versən, sualın havada qalır. Of. Deməli, gəldi bura. Daxil edilən en natural ədəd içərisindən sonuncu cüt ədədi, həmin ədədin neçənci daxil edildiyini çıxışa verən alqoritm blok sxemini qurun. Əgər daxil edilən ədədlər içərisində cüt yoxdursa, onda 0 çıxışa versin. Yazan varmı? Yazmışam. Mən də yazmışam mən. Başqa? Yazmamısınız? Sevinç yazmısan? Xeyr, mən yazmamışam. Niyə Sevinç? Yazmayasan açıqları. Gözdən çıxartmısan. Sən belə yazmısan sən? Açıqlara baxdım çatmadı. Kim deyir desin? Biriniz deyin. Deyim. Deyəcəm. Ya da Çınar desin. De görək. En daxil eləyirik. Elədim. Sonra K bərabər 0 verəcəyik. K bərabər 0. Bir dənə əvvəlcə bir şey deyim mən. O gün Telegramda informatika qrupundaydım. Gözlə. Biri Deyək. Hə. Buyur. Kim idi? mən Hə, K bərabər 0 yazmışam. K bərabər 0. Bu nə üçündür? Mənim şey sayırdı, adımı sayırdı. Neçənci daxil edildiyin. Aha, yaxşı. K olsun 0. Sonra Sonra müəllim X daxil eləmişəm. daxil etməni burada yazaq da. Hə. Yox, mən dövrə girmişəm. Modifikasiyalı dövrdə. Qulaq as. Bax, bir dənə bir şey deyim də. K-ya ehtiyac yoxdur heç orada. Var. K-ya ehtiyac var. Bir başqa dəyişənə. Qulaq as da, bir başqa dəyişənə də ehtiyac var axı. Sonuncu cütü tapmağa çalışırsan. Sən elə hər cütü çıxışa verməyəsən ki, sonuncu cüt ədədi tap. Mən onu şeydə yazacağam da, hər dəfə A-nı X-ə bərabər eləyəcəm cüt olanda. Axırda dövrdən çıxanda axırıncı A-nı çapa verəcəm mən. Hə, yaxşı. Mən indi bir şey soruşum. Burada deyirik. Qabaqcadan A-ya 0 ver sən. Hə. Onsuz da A-ya çıxışa versən, yəni cüt olmasa onsuz da 0 olacaq da A-nın çıxışı. Ya da elə eybi yoxdur. Mən onu da yoxlamışdım mənim üçün də, amma yəni olar da. Yaxşı. Yaz görək. Yəni yazın da mən A0 yazdım. A bərabər 0. Aha. Onda X daxil elədim. Modifikasiyalı dövrdə 1-dən n-ə kimi X daxil elədim. Sonra şərti yoxladım ki, n böl 2 bərabərdir 0. X böl 2 olar. X böl 2 bərabər 0. Yoxda yazdım. Hə, mən burada yoxda yazmışam ki, A bərabər 0. Niyə hər dəfəsində 0-a mənimsədirsən ki? Hə, yox. Onda yazım mən A bərabər X.
Hədə. Hədə yazırıq. Nə? A A bərabər. bərabər x. Aha. K bərabər k plus 1. Yox. Necə? K-ya niyə Deyir neçənci ədəd, neçənci cüt ədəd olduğunu. neçənci cüt demir, neçənci daxil edildiyini deyir. K Deyir bərabər i n yazılır. NATO ədəd içərisində sonuncu cüt ədədi və həmin ədədin neçənci daxil edildiyini də müəllim. Məsələn, 5-ci cüt ədəddir də, yəni məsələn 5 5-ci dənə cüt cütdən daxil sonra. eləmirsən də. Tutaq ki, bax, 10 dənə Onda hər dəfə şərtə girməzdən əvvəl mən onu k-nı K plus bərabər eləyirəm. i yaz da. K-ya i-ni ver. Nə bilim, mən fərqi olmuş. Yox, K bərabər i yazar. Mən yazılı səhv ki. Mən də bunu deyirdim. Mən K əslində saymağa ehtiyac yoxdur. Amma axı nömrəni çıxışa vermək üçün K-ya i-ni verməlisən. Bunu deyirəm. Tunar şey demişdi, sayğaz qurmuşdu. Yox, sayğac qurmusan. Tunar sırf neçənci cüt ədəd Mən olduğunu səhv tapır. düşmüşəm. Neçənci cüt demir. Məsələn, 10 dənə ədəd var. Tutaq ki, 10 dənə ədəd var. Bunun 3-ü cütdür, 10-uncu da cütdür. Sən onu çıxışa verirsən, 3-ü çıxışa verməli deyilsən axı. Başa düşürsən nə demək istəyirəm? Bildim. Hı. Aynen, onsuz da yəni belə baxanda eynidir də onsuz da. Axırıncı neçənci deyirsiniz deyə, eynidir də onsuz da. Yox. Güzəlmi? Yox. Birdən eyni kimi ədəd verirəmsə, Bax, mən indi onda dedim, ona düşdü. Gözlə daxil eləyək, məsələn, 2, 4, 5, 7. Bunda 5-ci ədəd olur. Ən böyük cüt rəqəm ona görə. nə? 5-ci ədəddən böyük cüt rəqəm ola bilər də. Daxil edilmiş. Hədə mən də onu hesablayıram da mən də. Ən böyük cüt axtarmıram. Qulaq asın. 2, 4, 5, 7, 6. Neçə oldu? 2, 4, 5, 6, 7. 2, 4, 5, 7, 6. Hə. Məsələn, birini də yazaq. Tutaq ki, 9. Neçədən Onda ədəd? n6 olmadı. N oldu 6. Hə. Cüt K6 verməyəcək axırda. Yox, şərt ödənməsə, cüt almasa K alacaq. K i-ni alacaq. Nə, ikimizin də dediyin şeydir əslində. Yox, K burada 5 alacaq. Hə, başa düşdüm. Bildim. K 5 alacaq. N6-dır, amma 5-ci daxil edilən ədəd cütdür. Sonuncu cüt 5-ci daxil edilib. Başa düşdük? Qayıtdıq Bildim. dövrə. Hə, sonra nə edəcəm? Sonra A bərabərdir 0. A bərabərdirsə 0-a. Hə qolunda Qalanda 0 çap elə. 0. Yox qolunda. Yoxda da A ilə K-nı. A A ilə K-nı. Bəli, A-nın K-nı və sonlandıq. Deməli, burada nə edir? N dənə ədəd daxil edir. N dənə ixtiyari ədəd cüt olduqca o ədədləri A-ya mənimsədir. İndeksində i-ləri də K-ya mənimsədir. Qayıdır dövrə, ən sonda əgər A dəyişməyibsə, yəni heç bir cütü almayıbsa, A 0 olaraq qalıbsa, deməli cüt ədəd yoxdur içərisində. 0-ı çıxışa verir. Əks halda A-nı, yəni cüt ədəd var, sonuncu cütü və indeksini çapa verir. Hə. Bunu lap sizin xətrinizə şərtlə də quraq. Mənası yoxdur, amma nəysə quraq da. Deməli, başa düşməyən var kodu. Başla. Mən burada bir dənə n böyükdür 0 yazacaq, bir də identasiya qəbul edəcəyik də. Bəli. K bərabər 0, A bərabər 0, I bərabər 0. Şərt qururam. I kiçik bərabərdirsə n-dən, hə qolunda x-i daxil edirəm. Sonra yoxlayıram ki, x-i 2-yə bölsəm 0-a bərabərdirmi? Hə. Hədirsə, cütdürsə, A-ya mənimsədirəm x-i, K-ya da mənimsədirəm indeksin, i-ni. Sonra burada artıq i-ni bir-bir artırıram. I bərabərdir, i plus 1. Bir-bir artmalıdır ki, dövr işləsin. Qayıtdım bura, dövrə. Dövrə qayıdandan sonra yoxlayıram. Əgər A dəyişməyibsə, 0-dırsa, deməli cüt yoxdur. Çıxışa verirəm 0-ı. Əks halda, yox qolunda A-la K-nın özünü çıxışa verib, sonlandırıram. Biraz
alqoritmləri quranda səliqəli qurun ki, xəttinizi başa düşsünlər. Normalda yazdığınızdan səliqəli, artıq dərəcədə səliqəli yazın. Sonra Ben burada niye başta E0 oldu? ay 1 yazacaqdım, 1 düz deyirsən. 0-dan gedəndə n plus 1 olur. Düzdür, 1-dən başlamalıdır. O 0-dan da yazsaydım, bax burada 0 yazsaydım, burada kiçikdir. N-1 yok. Kiçiktir olacaqdı. n minus 1 də yaza bilərsən, kiçik n də yaza bilərsən, eyni şeydir. Burada düz deyirsən. Burada 0-dan yox, 1-dən başlamalıdır. Burada üzürü sayın 1-dən. Başa düşdükmü tam? Bəli. Buyur Çınar, kodun birini sən de. Deməli müəllim, n bərabərdir int input. Dəqiqə baxın. Klaviatur adını daxil edilmiş n sayda müxtəlif natural ədəd içərisindən ən böyük ikinci ədədin rəqəmləri cəmini çap edən proqramı Python dilində yazın. N bərabər Input veririk. input. Aha. Sonra bir dənə m siyahısı daxil edirik. Bunlar, oy, incə üstünə qoymamışam. Siyahı daxil edək. Sonra for in range n. X bərabərdir int input. Sonra if x böl daxil bölmə 2 bərabərsə 0-a, Qulaq as da, niyə inirəm? Mən bunu M.appendix olmalı değil. birinci siyahını quraq da, hə? Belə yazmamısan, m.appendix. yox müəllim. Mən sizə cütləri çıxışı vermişəm m-ə. Oradan ikincini çapı vermişəm. Yox, Evet, sor. yox. Ne üçün? Niyə? Burada ən böyüyü istəyir birinci rəqəm. Ən böyük demir, cüt demir. Ən böyük cüt, ən böyük cüt demirmişim. Onda mən belə verərik, hə. Sonra müəllim m.sort verərik. Sonra print m-2. Nə eləyərik? Print m-2. Rəqəmlər cəmi istəyirik. Hə, yox, bir dəqiqə. Başqa k-ya mənimsədək m-2-ni, hə? Hə, m-2-ni mənimsədək, sonra onun rəqəmlərinə bölək də. Onda s bərabər 0, while k böyüdüsə 0-dan, s bərabərdir, s üstə gəlir, k-nı ona böləndə qalıq isə, k bərabərdir, k tam bölmə 10, Yar bu. print s. Mən səhv də kod. Niyə? Bir daxil eləsə səhv çıxacaq. Bir dənə iki dənə ədəd daxil eləsə səhv Burada çıxacaq. mən yazmamışam. Əslində kodda yazır ki, Remove yazmaq lazım. yox, n böyükdür 1 yazır. 2 yazsaq da səhv çıxacaq. 2 yazsaq da səhv çıxacaq. Məncə mən bura remove yazsaq daha düzdür. Çünki müəllim olmayan indeks qaytara bilər. Ona görə elə çıxıb, ən böyücü çıxıb. Ondan sonraki ən böyük götürsə elə Yox, burada 1-dən böyükdürsə 2-dirsə mənfi ikinci indeksi var mütləq. hə deməm ona görə. Mən elə biri nəzərə al belə deyirəm. Yox, burada 1-dən böyükdür. Şərtdə elənsə yazılıb. Mən yazmasam da var burada. Bu 1-dən böyük yazılıb, mütləq yazılıb. Mən yazmamışam, amma var. Bu kodu şeydə dediyimin sualına deməli, bir dəqiqə. Burada yoxdur. Dimdə fikir verməmisiz kodda. Əslində çaşdırmaq üçün bir böyükdür, bir verməmək olar. Yəni Onu düz götürərlər. hamıdan da yarı bal kəsərlər. Yox, düz götürərlər. Tam din tərzi bir şey. Bax, hani burada? Düz götürərlər. Ha. Niyə müəllim? Axı kütləvi deyil. Kütləvi olmasa belə, hamı əgər düz yazacaqsa, burada bax, görsən, mən yazmamışam, amma burada yazılıb. Bizə düşəndi bu. Hə. Məndə kəsmişlər bunu. Hə, bu belə. Bu bir kod. Mən bir başqasını da deyim. Başqa cür yazan var, demək istəyən var. Mən remove-la yazmışdım. Remove-la da olar. Hə, burada bu hissəsi tam düzdür bura qədər. O da düzdür, o kod da düzdür. Burada biz
maksimumu remove eləməliyik. Məsələn, mən buraya yazacağam ki, m A nöqtə remove max A. M də siz M ilə m yazırsınız. nöqtə remove Max max m. Sonra K-nı belə verəcəm max A-ya. Ay, sağ ol. Artıq birinin ən böyüyü sildim. İndi siyahıda böyük olan ikinci ədəddir də, ən böyük ikinci ədəddir. Mən bəs burada K-nı STR eləyib ondan sonra da cəmləmək olardı da forla. Olar, amma neysə ona ehtiyac yoxdur. Daha uzun olar da. Olar, S bərabər 0 var, K böyükdürsə. Bundan sonrası bayaqçı kimidir. Sadəcə bir dənə bu hissəsində dəyişmək olar. Çınarın dediyi üsulda tam düzdür olar. Çünki burada M böyükdür 1-dir. Sort eləyib ikinci element sort eləyəndə kiçikdən böyüyə doğru düzələcək. Artıq mənfi ikinci indeksdə, mənfi 1-də ən böyük durur. Ən sonda ən böyük durur da. Mənfi 1-də ən böyükdür. Mənfi ikinci indeksdə ikinci ən böyük olacaq. Olar. Sonra 30-cu sual yox. 30-u yazan var. Başqa. Bəli. Buyur Elnarə. M bərabərdir input. Input. Int input. S bərabər 0. S bərabər 0. Sayılır axı. Hə. K bərabərdir 0. Arada məndə də çaşır. Sonra for i in range n. Sonra x bərabərdir int input. If x böyükdürsə 0-dan. S bərabərdir s plus 1. Elif. Ay, sağ ol. Elif. X kiçikdir 0. Ay, sağ ol. Çünki tam A bərabərdir deyir. plus 1. Tam ədəd deyir. Mənfi də ola S bilər. yazsaydım orada 0 da gedəcəkdi ona görə. Ay, else versin 0-ı da hesablayır. Amma burada müsbət və mənfini dediyi üçün mütləq elif istifadə olunmalıdır. Çünki tam ədəddir də, 0 da tam ədəd. Yəni Print S plus K. tamamilə doğrudur. Neçə bal düşür? 9 bal. Tam bal verdim. Əla. 6 bal. 6 baldır. 9 deyil. Hə, onda ola bilər. 6. Güzel. Tam bal verdim. 18 bal verirdim. Hə, onda verdim. 6-da 1. 6 onda 1 niyə? Elədir. Elə verirlər. Amma da var. Tanəsinə 18 bal verir, birinə 6 düşür. Məncə. 6-12 verilməli hadisə. Çünki 3-1 verir bir sualda. 6-12 olmalıdır mən bildiyim qədərilə. Mənim başım çıxmır. Nəysə, mənə maraqlı deyil. Əsas odur. Düz yazıb. Əla koddur. Super. Tam işləyir. Əla. İndi sənin bir dənə cəmi açıq sualım, bircə dənə açıq sualım düzdür, hə? O birisləri yazmamışdın. Buna 29-u yazmışdın Elnarə, hə? 29'u yazmışdım. Blok sxemi yazmamışdım. Blok sxemi yazmamışdın. Yenə pis deyil. Belə uşaqlar. Müəllim, siz bizə sayı hər hansı bir say